Hər kəsə salam. Mən riyaziyyat müəllimi Günəş Muxtarlı. Bu gün sizlərə natural ədədlər mövzusunu ətraflı şəkildə izah eləyəcəm. Toplu kitabında olan hər bir məlumat haqqında ətraflı şəkildə natural ədədlərin bütün qaydaları izah olunacaq. Sadəcə olaraq tərifləri bir-bir yazmayacağam. Bəzi tərifləri yazmadığıma görə siz mütləq şəkildə qaydanı yazarkən mövzuya baxa-baxa mütləq qayda dəftəri tutun, qaydanı yazın və qaydanı yaza-yaza mütləq şəkildə tərifləri də yazın. Və hər bir qayda nə yazıramsa, eynisini qayda dəftərinə də yazın ki, siz tez-tez baxıb təkrarlaya biləsiniz. Çünki hər dəfə videonu açıb videoya baxmaq biraz yorucu olur. Amma danışdıqlarımdan siz konspekt tutsaz və yazsaz, tez-tez dəftəri təkrarlasaz sizin üçün daha yaxşı olar. Başlayaq. Deməli, ilk mövzumuz natural ədədlər mövzusu. Bilirsiniz, riyaziyyatdan ilk mövzudur. Natural ədədlər nədir? Natural ədədlər əşyaları saymaq üçün və ya sıralamaq üçün istifadə olunan ədədlərdir. Natural ədədlər birdən başlayır və sonsuza qədər davam eləyir. Natural ədədlər birdən sonsuza qədər davam edən ədədlərdir və sair sonsuzluq. Sıfır natural ədəd deyil. Yadınıza saxlayın. Sıfır natural ədəd deyil. Sıfır tam ədəddir. Sıfır tam ədəddir. Natural deyil. Aha. Deməli, natural ədədlərə, bu yazdığım birdən sonsuza qədər olan ədədlərə natural sırada deyirlər. Natural sırada adlanır. Rəqəmlər nədir? Rəqəmlər ədədləri düzəltmək üçün istifadə olunur. Rəqəmlər sıfırdan başlayır və 9-da qurtarır. Sıfırdan 9-a kimi. Bunlar rəqəmlərdir. Ədədlər rəqəmlərin sayəsində düzəlir. Məsələn, mən bir ədəd yazıram. Məsələn, 12. 1 və 2 rəqəmlərinin köməyi ilə düzəlib. Məsələn, yazıram 54. 5-in 4-ün köməyi ilə düzəlib. İndi başlayaq natural ədədlərdən tək və cüt ədədlər anlayışına. Natural ədədlər tək ədədlərə və cüt ədədlərə bölünür. Əvvəla başlayaq tək ədədlərdən. Tək ədədlər. Tək ədədlər nədir? Tək ədədlər birdən başlayaraq 2-2 artan ədədlərə deyirlər. Məsələn, 1, 3, 5, 7, 9 bu ardıcılıqla gedən ədədlər tək ədədlərdir. Və yaxud da bunu belə də deyə bilərik. Sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər. Belə də deyə bilərik tək ədədlərin tərifini. Ya deyirik ki, birdən başlayaraq 2-2 artan ədədlər, ya da deyirik ki, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərə tək ədədlər deyilir. Bəs tək ədədlərdə bu ardıcılıq necə davam edir? 5, 9 və s. və s. və s. Bilirsiniz, 2-2 arta gedir və s. Sonra yazırıq 2n-1. 2n-1. Niyə belə yazıram 2n-1? Məsələn, n hansı bir sıranın nömrəsidir? Məsələn, 1 qoysam, 2 vur 1 çıx 1. Nə qalır? 1. 2 qoysam, 2 vur 2 çıx 1. 3. 3 qoysam, 2 vur 3 çıx 1. 5 qalır. Yəni 2n-1 tək ədədlərin ümumi düsturudur. Tək ədədlərin ümumi düsturu nə oldu? 2n çıxılsın 1. Tək ədədlərin ümumi düsturu. Aha. Bəs cüt ədədlər nədir? Keçək cüt ədədlərə. Cüt ədədlər. Cüt ədədlər 2-2 artan ədədlər. Yenə də bu səfər deyirik ki, 2, 4, 6, 8 bu ardıcılıqla davam edən ədədlər isə cüt ədədlərdir. Və burada artıq cüt ədədlərin ümumi düsturu 2n-dir. Tək ədədlərdə 2n çıx 1-dir, amma cüt ədədlərdə 2n-dir. Niyə 2n-dir? Məsələn, n-ə 1 versəm olur 2, n-ə 2 versəm olur 4, 3 versəm olur 6. Bu qayda ilə. Ona görə deyirik ki, cüt ədədlərin ümumi düsturu 2n-dir. Və yaxud da cüt ədədlərin digər tərəfinə deyə bilərik ki, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlər sayılır. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlər adlanır. İndi keçirik ardıcıl cüt ədəd və ardıcıl tək ədəd anlayışına. Məsələn, bizə deyir ki, ardıcıl cüt ədədlər. Misalların içində görəsiniz. Deyir, ardıcıl cüt ədədlər, ardıcıl tək ədədlər. Nə deməkdir bu ardıcıl cüt? Ardıcıl cüt ədədlər. Tutaq ki, deyir ki, 2 ardıcıl cüt ədədin cəmi, belə misallar var. İndi 2 ardıcıl cüt ədəd deyəndə nə yazacağam mən? Mən bu cüt ədədləri bilmirəm. Amma cüt ədədlərin ümumi düsturunu bilirəm də, düzdürmü? Ümumi düstur 2n deyilmi? Onda ardıcıl biz də bilirik ki, cüt ədədlər 2-2 artır. Eyni zamanda tək ədədlər də 2-2 artır. Bu 2n-dirsə, növbəti olacaq 2n plus 2. Sonra olacaq 2n plus 4 və s. və s. və s. bu formada. Buna deyirik ardıcıl cüt ədədlər.
Bəs ardıcıl tək ədədlər nədir? Ardıcıl tək. Ardıcıl tək ədədlərdə bilirik ki, biz tək ədədlərin ümumi cüsuru 2-nin çıx 1-dir də. Üstünə 2 gəlsəm nə olacaq? 2 plus 1. Yine 2 gəlsə 2 plus 3 və s. və s. və s. Bu da ardıcıl tək ədədlərdir. İndi gəlin bu dediklərimizə uyğun bir misal nümunəsinə baxaq. Yazaq. Məsələn, bizə deyir ki, 3 ardıcıl cüt natural ədədin. Məsələn, deyir ki, bizə 3 ardıcıl cüt natural ədəd. 3 ardıcıl cüt natural deyəndə nə olacaq? Natural ədəd ədədin, tutaq ki, bizə deyir ki, cəmi olsun deyək ki, 18. 18 olarsa, tutaq ki, deyir bu ədədlərdən böyüyünü tap. Nə yazırıq? Ardıcıl cüt dedik. 3 dənəsindən söhbət gedir. Necə olacaq? Biri olacaq 2n, biri olacaq 2n plus 2, biri də olacaq 2n plus 4. 3 ardıcıl cüt. 3-ün cəmləyirəm, ayır 18. Bu təni həll edirik. 3 dənə 2n. 2n, 2n, 2n. Nə oldu? 6n, 2, 4. 6. 6n plus 6 18'dir. 1, 2, bu xətti tənlikdir və 6-nı bu tərəfə keçiririk. İndi bilməyənlər də növbəti videolarımızda biləcəklər tənliklərin həll olunma üsullarından. 18-dən 6-nı çıxsaq eləyir 12. N'imiz də olacaq buradan 2. Deməli, n 2-dir. N 2-dirsə bizə də lazımdır böyüyü. Böyüyü nə idi? 2n plus 4. N 2-dirsə 2 vurulsun 2 plus 4, yəni 8. Belə. Yəni biri böyüyü 8 imiş. Orta olan onda nə olacaq? 2 çarpmış daxil. Deməli bu 6-dır, bu da 4-dür. 4, 6, 8, doğrudan da cəmi 18 eləyir. Bizə lazım idi böyüyü. Belə bu tip suallar çıxa bilər bu mövzu ilə əlaqəli qarşımıza. İndi davam eləyək. Növbəti bir tip misal tipinə baxaq. Demək, gəlir. Məsələn, bizə deyir tutaq ki, 7n plus 7 bunu topludan götürüldüyüm bir sualdır və 8n plus 2. Ardıcıl cüt ədədlər olarsa, n'in alabileceği qiymətlərin hasilini tapın. N'in alabileceği qiymətlərin hasilini tapın. Alabileceği qiymətlərin hasilini tapın. Aha. Deməli, burada n'in alabileceği qiymətlərin hasilini tapın deyir. Nə edəcəyik? Ümumiyyətlə biz bir misal işləyəndə biraz məntiqli düşünmək lazımdır. Bizə deyir ki, burada 7n plus 7 və 8n plus 2 ardıcıl cütdür. Biz bilmirik axı birinci hansı gəlib, hansı daha böyükdür, hansı daha kiçikdir. Ona görə də deyir n'in alabileceği qiymətlər, yəni n 2 dəfə qiymət alacaq. Yəni bir dəfə mən 7n plus 7-ni daha kiçik götürəcəm. Bunun ardınca 8n plus 2 gəlirsə, deməli bundan 2 vahid böyükdür də 8n plus 2. Yəni 7n plus 7'nin üstünə 2 də gəlsəm, 8n plus 2 eləyər. Çünki bunlar ardıcıldır və cütdür. Burada yan-yana keçirik. 7'ni keçirəm 8'in yanına. Burada eləyir 9. 9 bərabərdir n plus 2. 2 də keçirsək ora, n olur buradan 7. N'imiz bir dəfə oldu 7. Sonra 8n plus 2'ni balaca götürürəm və bunun üstünə 2 gələndə 7n plus 7'ni alıram. Yenə də burada 7'ni keçirəm 8'in yanına, burada qalır n. 4'ü də keçirəm 7'nin yanına 3. N'imiz də oldu 3. N bir dəfə aldı 7, bir dəfə aldı 3. Bizə deyir ki, bu qiymətlərin hasilini tapın. Yəni 7 vur 3, o da eləyir 21. Belə, bu tip bir misala da baxdıq. Topluda da var bu tip sualdan.
Bir tipdə suala baxaq. Bir tipdə misal nümunəsinə baxaq. Bizə deyir ki, tutaq ki, 3x minus 1-in kvadratı deyir bu ifadənin, bu da topludan bir sualdır, qiyməti cüt ədəddir. Qiyməti cüt ədəddir. Və bizə deyir ki, ifadələrin hansının qiyməti cütdür? İfadələrdən hansının qiyməti cütdür? Onu da qeyd edeyim ki, bu PDF-i kim istəsə yazar mənə, onun özünə ataram. Yəni bu dərs izahı elədiyim bu PDF-i, yazdıqca hazırladığım bu PDF-i istəsəz onu ataram. Yəni əgər dərsə qulaq asdığınız zaman, izaha qulaq asdığınız zaman çatdıra bilmirsinizsə, düzdür, dayana saxlaya da çatdıra bilərsiniz əslində. Amma yenə də PDF-i kim istəsə ata bilərəm. Onu hazır çıxartdıra bilər gedib. Yəni bir də qayda yazmaq istəmirsinizsə, o PDF-i hazır şəkildə çıxartdıra bilər. Mənim əl yazmamdan başa düşəcəksinizsə. Mən biraz sürətli yazıram, amma o da var. Deməli, A variantı x kvadratı minus 3x plus 1 verib bizə. Plus 1. B variantı verib 9x kvadratı çıx 2x. C variantı verib 5x çıx 2x kvadratı. D variantı 6x plus 5 və Y variantı 7x kvadratı plus 5x. Bu tip misal necə eləyəcəyik? Bizə deyir ki, bu ifadənin qiyməti cüt ədəddir. Əvvəla bu ifadənin bizə verilən bu 3x minus 1-in kvadratı ifadəsi cüt ədəddirsə, mən burada x araşdırmalıyım. Çünki digər misalların hamısının içində x var da. X araşdırmalıyım ki, x-in özü bəs təkdir, yoxsa cütdür? Ona görə x-i yenə bir dəfə tək qoyacam, bir dəfə cüt qoyacam. Görək həqiqətən də ifadənin qiyməti nə vaxt cüt alınır. X-i yenə bir dəfə tək qoyuram. Məsələn 1 qoyuram. 1 qoysam nə olacaq? 3 çıx 1 2. 2-nin də kvadratı 4. Cüt alındı mı? Alındı. Bir dəfə də cüt qoyaq. 2 qoysam 3 vur 2 6 çıx 1 5. 5-in kvadratı 25. Alınmadı, tək alındı. Deməli x-in özü tək olmalıdır ki, yəni 1 ol. Məsələn 1, məsələn 3, məsələn 5. X-in özü tək olmalıdır ki, ifadəmiz cüt alınsın. Çünki deyir ki, qiyməti cüt ədəddir. İfadənin qiyməti cütdür. Deməli x özü nədir? X-i tapdıqca x təkdir. X təkdirsə, aparırsınız variantlarda x-i yenə tək bir rəqəm qoyursunuz. Məsələn 1. Elə ən yaxşısı balaca olsun deyə 1 qoymaqdır. 1-i qoyursunuz. Hansının da qiyməti cütdürsə, deməli o variantdır. Sən deyir ki, ifadənin hansının qiyməti cütdür? X təkdir. Yoxlayaq. A variantında 1 qoyuram x-lərin yerinə. Nə olacaq? 1 çıx 3 mənfi 2 topla 1. Mənfi 1. B variantına baxaq. B variantına 1 qoysaq, eləyəcək 9 çıxılsın 2 7. Bu da tək oldu. Sonra yenə 1 qoysaq, 5 çıx 3, 5 çıxılsın 2 3. Bu da tək oldu. D variantında 1 qoysaq 11. Y variantında 1 qoysaq 12. Deməli hansı variantıymış? Elə Y variantıymış cavab. Sonra bunu da dedik. Aydın oldu yəqin ki, ümid edirəm. Keçək növbəti qaydamıza. Burada bəzi düsturlar var. O düsturlardan danışmaq istəyirəm. Xüsusi düsturlar var. Nədir bu düsturlar? Ümumiyyətlə, ardıcıl ədədlərin toplanması düsturu var. 4 və s. və s. və s. və s. Ardıcıl bildiyimiz 1-dən başlayaraq n-ə qədər, hansısa bir ədədə qədər. Məsələn, 1-dən 12-ə qədər ədədlərin mən cəmini tapmaq istəyirəm. 1-dən 60-a qədər ədədlərin cəmini tapmaq istəyirəm. Bunu tapmaq üçün rahat düstur var. Nədir bu düstur? N vurulsun n plus 1 bölünsün 2. Məsələn, siz 1-dən 60-a qədər ədədlərin cəmini tapmaq istəyirsinizsə, 60 vurulsun 61 bölü 2. Aydındır? N vurulsun n plus 1 bölü 2. Hazır düstur. Sonra siz 1-dən başlayın tək ədədlərin, yəni ümumiyyətlə tək ədədlərin cəmini tapmaq istəyirsiniz. 5, 7 və s. və s. və s. və s. Burada hansısa bir tək bir ədədə qədər, yəni 2-yə minus 1-ci ədədə qədər. Bunun da özünün düsturu var. Bunun da düsturu n kvadratıdır düsturudur. Yəni n kvadratı. Hazır n-in kvadratı. Məsələn, siz tapmaq istəyirsiniz 1-dən deyək 21-ə qədər ədədlərin cəmi. Onda 21-in kvadratı və s.
2 topla 4 topla 6 topla 8 və sair və sair və sair və sair və sair. Bu ədədlərin cəmi və 2n. Siz deyək ki, bu ədədlərin cəmini tapmaq istəyirsiniz, yazırsınız n vurulsun n plus 1. Məsələn, məsələn 2-dən başlayaraq deyək ki, 40-a qədər ədədlərin cəmini tapmaq istəyirəm mən. Onda nə edəcəksiniz? Deməli, 2-dən başlayaraq 40-a qədər ədədlərin cəmini tapmaq istəyirsinizsə, n vurulsun n plus 1. Yəni sonuncu ədəd nədirsə, onun 2 qatı təbii ki, 2n-dir də o. Bilirsiniz, 2n-dir. Məsələn, 40-dır. Siz 20 vurulsun 21. Bu formada yəni yazasınız. Sonra 1-in kvadratı, üstəgəl 2-nin kvadratı, üstəgəl 3-ün kvadratı, üstəgəl və sair və sair və sair və sair və sair ardıcıl ədədlərin kvadratları cəmini tapmaq istəyirsiniz. Topla n-in kvadratı və sair və sair və sair. Bu davamını getirir təbii ki. Olacaq bu səfərdə n vurulsun n plus 1. Burada da 2n plus 1 bölünsün ümumi 6. Bu formada. Bu da bizim lazımlı vacib düsturlarımız idi. İndi keçirik nəyə? İndi keçək onluq say sistemində yazılışa. İndi keçdik demək onluq say sistemində yazılış. Başlığımızı yazaq. Deməli onluq say sistemində yazılış. Demək, onluq say sistemində yazılış nədir? Bəzən testdə görəsiniz, ədədlərin üzərində xətt olur. Məsələn, AB üstü xətt, ABC üstü xətt, ABCD üstü xətt. Bu nədir? Bu o deməkdir ki, AB üstü xətt o deməkdir ki, bu hər hansı bir 2 rəqəmli ədəddir. ABC hər hansı bir 3 rəqəmli ədəddir. ABCD hər hansı 4 rəqəmli ədəddir. Üstündə xətt olmasa, bu deməkdir ki, A vur B. Üstü xətt olmasa, AB A vur B deməkdir, yəni. ABC A vur B vur C deməkdir. Amma üstü xətt varsa, artıq bu bir ədəddir. 2 rəqəmli ədəddir, 3 rəqəmli ədəddir, 4 rəqəmli ədəddir deməkdir. Onda bunun açılışı necə olacaq? AB üstü xətt, A hansı mərtəbədə durur? Biz bilirik ki, mərtəbələr var onluq say sistemində. Təşliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər, minliklər, 10 minliklər və sair və sair və sair. İndi B burada təşliklərdədir, birincində deyirəm. A isə onluqlardadır. A onluqlardadırsa, deməli burada 10A var və bir dənə tək B var. Bunun açılışı bu formadadır. ABC-də A bu səfər yüzlüklərdə durub. Onda 100A var burada, 10B var və bir tək C var. ABCD olsa 1000A var, 100B var, 10C var və bir tək D var. Bu da oldu ABCD-nin açılışı. İndi nədən danışmaq istəyirəm? Buna uyğun bir misal tipindən danışaq. Məsələn, tutaq ki, bizə verilib. Bir misal yazaq. Tutaq ki, bizə verilib ki, AB8 üstü xətt çıxılsın. AB üstü xətt bu topludan bir misaldır. Bərabərdir 179. Bizə deyir ki, olarsa A plus B-ni tapın. A plus B sual. Əvvəla nə edirik? Bunun açılışına baxaq. AB 8-dir. Bizə AB 8. Bunun açılışı nə olacaq? A yüzlüklərdədir. Olacaq 100A. Topla 10B və tək bir dənə 8. AB üstü xəttin açılışı nə olacaq? 10A və tək bir dənə B. İndi bizə lazımdır AB 8 çıxılsın AB. Yəni bunları bir-birindən çıxılması. Yazıram 100A. Topla 10B 8 çıxılsın. Bax, bu 10A topla B bir ifadədir. Əgər buradan çıxıramsa bu ifadəni, o ifadə artıq 10A plus B olmur. Çünki bundan bunu çıxıram da. Burada qarşıda mənfi var deyə 10A minus B olur artıq o. Çünki sən bu ifadədən başqa bir ifadəni çıxırsan. Əslində bu ifadə belə mötərizədədir. Çünki mən bunları bir-birindən çıxmaq istəyirəm. Bunun ikincini mötərizədə yazmalıyam. Ki bu bir ifadədir. Mötərizəsiz yazsam isə artıq, yəni mötərizəni açsam, artıq burada mötərizə itəndə işarə dəyişir. Çıxılsın B olur yəni. Bu ifadə indi bərabərdir 179-a. Bunu sadələşdirək. Eyni hədləri islah eləyək. 100A-dan 10A çıxsaq, qalır burada 90A. 10B-dən də tək 1B çıxaq 9B. 8 də ataq 179-un yanına, müsbət olduğu üçün ota versəndə mənfi, yəni 179-dan 8 çıxıram, 171.
Hər tərəfi bölürəm 9-a. Yerdə qalır 10A plus 1B bərabərdir 171-i 9-a böləndə 19. İndi 10A plus B nə demək idi? 10A plus B nəyin açılışı idi? AB üstü xəttin açılışı idi. Bu 19-dur. Yəni bu iki rəqəm ədəd 19-dur. Yəni A 1-dir, belə çıxır ki, B də 9-dur. A1 B 9-dursa bizə nə istəyirdi? A topla B-ni. A topla B. A1 B də 9 eləyir 10. Cavab 10. Bu formada yazdıq. Bu da bir misal tipi olsun sizin üçün. Yəni yadda saxlayın, bu da bir maraqlı sual idi. Başqa bir sual tipinə də baxaq. Bir dənə sual tipinə baxaq. Bir dənə maraqlı bir sual var. Ona da baxaq. Bizə verib ki, A plus B plus C 13'dür. 13 olarsa. Bizə deyir ki, A B BC plus B CA plus CAB üstü xətt. Bunu hesablayın. Bu necə açılacaq? Maraqlı sual. Bax, A virgül B C nə deməkdir? Yəni A tam. Düzdür? A tam. A artıq bir tamdır. Və məsələn tutaq ki, biz məsəl üçün buradan yazıram. 2 tam, buna uyğun bir ədəd yazıram. 2 tam %43. 2 tam %43-də 2 nədir? Təklikdir də. Təkliklər mərtəbəsidir. Təkliklərin mərtəbəsində durur. Məsələn, mən bura 12 tam yazsam, burada 10 onluqlar mərtəbəsidir, bu təkliklər mərtəbəsidir. Bunlar artıq onda birlər, yüzdə birlər, mində birlər mərtəbəsidir. Onda, deməli, mən bunu açıramsa, bunu belə açmalıyam. A təkliklər mərtəbəsi olduğu üçün tək bir A topla. B onda birlərdir, yəni 0,1 B. C isə yüzdə birlərdir, 0,1 C. Bu formada açılır. Sonra BCA. Növbətdə BCA. BCA üstü xətt. Bu nətər açılacaqdır? Artıq siz bilərsiniz ki, B plus 0,1 C üstəgəl 0,1 A. Və üçüncü CAB. CAB də necə açılacaq? CAB. C tam yəni. Onda C tək C 0,1 A üstəgəl 0,1 B. Və mənə lazımdır bu üçünü cəmləmək. Bu üçünü cəmləyirəm. Onda olur nə? Deməli, belə yazacağım da. A-ları 1-ə hesablayaq. Bax, A, bir də burada var A. 1A, 100%1A, 0,1 A. Hamısı 1 tam, alt-alta hesablasaq görərsiniz. 1 tam %11 A eləyir. Üstəgəl, B-ləri hesablayaq. 0,1 B, 1 B və 0,1 B. 1 tam %11 B. Üstəgəl, C-ləri də hesablasaq 0,1, 0,1, 1. Yəni də 1 tam %11 C. Bu üçün cəm eləyir. Üçün cəmləsi bərabərdir. 1 tam %11-i mötərizə xaricinə atsaq, yerdə qalacaq A plus B plus C. Bizə də bunun misalın şərtində bizə vermiş ki, bunun qiyməti 13-dür. 13-dürsə, bərabər qoyuram. 1 tam %11-i vururam 13-ə. O da səhv etmirəmsə 14 tam %43 edir. 14 tam %43 etməlidir. Belə. Sonra bunlardan danışdıq. Onluq sayı sistemindən kifayət qədər danışdıq. Misal tiplərdə işlədik. İndi keçək bölünmə əlamətlərinə. Bölünmə əlamətləri. Demək, yazaq. Bölünmə əlamətləri. Bölünmə əlamətləri birinci başlayaq. 1-ə bölünmə, bilirik ki, bunu yazmayacağım. Bütün ədədlər 1-ə bölünür. Nə qədər ədəd varsa, hamısı 1-ə bölünür. Bütün ədədlər 1-ə bölünür. 2-yə bölünmə əlamətindən başlayaq. Cüt ədədlər 2-yə bölünür. Cüt ədədlər 2-yə bölünür. İstənilən ağlınıza gələn bütün ədədlər 2-yə bölünür. Hamısı. Məsələn, 14 2-yə bölünür, 36 2-yə bölünür, 400 2-yə bölünür və s. və s. və s. Bütün ədədlər yəni. İkinci, rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 3-ə bölünən ədədlər
3'e bölünür. 3'e tam bölünür. Ne deməkdir bu? Məsələn, rəqəm elə bir ədəd götürməliyik ki, onun rəqəmlərinin cəmi 3'ə bölünən ədəd olsun. Məsələn, tutaq ki, mən deyirəm 207. 207-nin rəqəmlərinin cəmi nədir? 2, 0 və 7-ni toplasam nə eləyir? 9. 9 3'ə bölünürmü? Bölünür. Deməli 207 də 3'ə bölünən bir ədəddir. Məsələn, mən deyirəm 100, deyirəm 40, məsələn deyirəm 4. 144-ün rəqəmlərinin cəmi deyilir 9. 3'ə bölünür, bölünür. Deməli, bu özü də 3'ə bölünən bir ədəddir. Məsələn, 903 deyirəm. 903-ün rəqəmlərinin cəmi eləyir 12. 12 3'ə bölünür. Deməli, 903 də 3'ə bölünən bir ədəddir. Ümumiyyətlə 909 və 3 də 3'ə bölündüyü üçün rahatlıqla bilirik ki, 3'ə bölünən bir ədəddir. Məsələn deyirəm 960. Rəqəmlərin cəmi 15 eləyir, 3'ə bölünür, 3'ə bölünən bir ədəddir. Belə. Bu 3'ə bölünmə əlaməti. Keçdik növbəti, gəlir 4'ə bölünmə əlaməti. Üçüncü yazaq 4'ə bölünmə əlaməti. Sonu 0 0. Sonunda 2 dənə 0 yəni. Bitən 2 sıfırla bitən deməkdir də. Yəni bu sonunda 2 dənə 0. Və ya son 2 rəqəminin əmələ gətirdiyi ədəd. Bax, son 2 rəqəminin əmələ gətirdiyi ədəd. Dördə bölünürsə, deməli həmin ədəd də 4'ə bölünür. Deməli bu ədəd 4'ə bölünür. Bu necə olacaq? Məsələn, mən deyirəm ki, son 2 sıfırla bitən. Məsələn 500. Məsələn 600. Məsələn 1800. Məsələn 1000'in özü. Sonunda 2 dənə 0 varmı? Var. Nə olsun 3 dənə var? İkisi var da sonda. Məsələn bunlar son 2 sıfırla bitən. Bir də var. Son 2 rəqəmini əmələ gətirdiyi ədəd. Məsələn 424'ün son 2 rəqəmi hansı ədəd əmələ gətirib? 24. Bu 4'ə bölünür. Deməli 424 də 4'ə bölünür. Məsələn 628'in son 2 rəqəmini əmələ gətirib 28. Deməli 628 özü də 4'ə bölünür. Məsələn 1004. 1004'ün son 2 rəqəmini əmələ gətirib 4. 4 4'ə bölündüyü üçün 1004 də 4'ə bölünür. Bu qaydada. Son 2 rəqəmini gətirdiyi ədəd 4'ə bölünürsə, deməli həmin ədəd 4'ə bölünür. 4-cü qayda 5'ə bölünmə əlaməti. Sonu 2 sıfırla, daha doğrusu sonu 0'la 0 və ya 5'lə və ya 5'lə bitən ədədlər beşə tam bölünür. Beşə tam bölünür. Sonu 0'la bitən istənilən ədəd. Məsələn 6000. Sonunda 0 varmı? Var. 60. Sonunda 0 varmı? Var. 580 5'ə bölünür. Və yaxud da sonu 5'lə bitən 65, 25, 1895 və s. Sonunda 0 və 5 varsa 5'ə bölünür konkret. 5-ci 6'ya bölünmə əlaməti. 2 və 3'ə bölünən 2 və 3 bölünən ədədlər 2 və 3'ə bölünən ədədlər 6'ya tam bölünür. 6'ya tam bölünür. Eyni zamanda həm 2'yə, həm də 3'ə bölünməlidir. Bu ədədlər həm də 6'ya bölünür. Məsələn, mən ədəd götürməliyəm ki, həm rəqəmlərinin cəmi 3'ə bölünsün, həm də cüt ədəd olsun. Çünki 2'yə bölünməlidir də. Məsələn, mən götürürəm 144'ün özünü. 144'ün rəqəmlərinin cəmi 9. 3'ə bölünürmü? Bölünür. Cütdürmü? Cütdür. 2 də bölünür. Deməli 6'ya da bölünür. Sonra, məsələn, mən götürürəm, deyək ki, 702. 702'nin rəqəmlərinin cəmi 9. 3'ə bölünür, bölünür. Cütdürmü? Cütdür. Sonra mən götürürəm, tutaq ki, 600,
deyək 42. 642 rəqəmlərin cəmi eləyir 12. 3-ə bölünür, cütdür. Deməli 2-də bölünür. 3-ə və 2-yə bölünürsə avtomatik olaraq 6-ya da bölünür. Belə. 6-cı. İndi isə gəlir 7-yə bölünmə əlaməti. Əgər 7 bölünmə əlaməti necədir? Ümumiyyətlə 7, 11 və 13-ün 3-ü üçün, 3 dənəsi üçün konkret bir bölünmə əlaməti düsturu var. Gəlin əvvəlcə onu deyək. Sonra 7-yə bölünmənin sırf özünü deyəcəm. Bir dənə düsturu var ki, bu hamısı üçün keçərlidir. Məsələn, bir dənə ədəd götürürəm. A, B, C, D, Y, K. Bax, bu ədəd. Bir 5 rəqəmli ədəddir də deyək. 6 rəqəmli ədəddir. Bax, bir 6 rəqəmli ədəddə son götürülən 3 ədəd var ha bu. D, Y, K. Son 3. Deməli, baxırsan, bu son 3 dənəsini götürürsən, əvvəlcə son 3 dənəsini. İstəyir 6 rəqəmli olsun, istəyir 5 rəqəmli olsun, istəyir fərqi yoxdur 4 rəqəmli olsun. Son 3 dənəsini götürürsən. Yerdə qalan nə qalırsa, bunların hansı böyükdürsə onlardan ona çıxırsan. Məsələn, DYK ədəd böyükdürsə, bundan ABC-ni çıxırsan. Yoxdur, ABC böyükdürsə ondan DYK-ni çıxırsan. Tutaq ki, deyək ki, burada ABC böyük oldu. ABC çıxılsın DYK. Amma üstünə xətt çəkirəm də. Çünki bunlar bir 3 rəqəmli ədəddir. Məsələn, burada BC, DYK da ola bilərdi. DYK-ni götürürəm, BC qalır. Onda DYK-dan BC-ni çıxacaq. Hansı yerdə qalan ədədi böyüksə, məsələn, tutaq ki, belə bir ədəddir deyək. Tam aydın olsun deyə deyirəm. Məsələn, tutaq ki, bu. Burada 132 və 621 ədədləri var da. Hansı böyükdür? 132-ni tez götürürəm. Son 3 dənəsini mütləq götürmək lazımdır. 620 böyükdür deyə yazsam 621 çıx 132. Amma burada balaca olsaydı sonuncudan çıxasaydım. Yəni hansı böyükdürsə onun digərini çıxırsınız. Amma son 3-ünü mütləq götürürsünüz əvvəlcə. Deməli bu fərq, əgər bu fərqi tapdınız. Bu fərq 7, 11 və 13-ə bölünürsə, deməli bizə verilən bu A, B, C, D, Y, K ədədi də yəni bizə hansı verilibsə həmin ədədə bölünəcək. 7 verilibsə 7-yə bölünəcək. 11-dən söhbət edirsə 11-yə bölünəcək. Belə. Sonra 7-ci, sırf 7-yə bölünmənin özünə aid bir qayda deyək. Ədədin sonuncu ədədini, bax, ədədin sonuncu rəqəmini daha doğrusu, sonuncu rəqəmini 5-ə vurub qalan ədədlə toplayanda qalan ədədlə toplayanda 7-yə bölünürsə, deməli həmin ədəd özü 7-yə bölünür. 7-yə bölünürsə, deməli həmin ədəd 7-yə bölünür. Deməli həmin ədəd 7-yə bölünür. Bu qaydada. Məsələn, tutaq ki, bir ədəd götürək. Məsələn, olsun, deyək 42, məsəl üçün. 42 götürməyək də. Məsələn, deyək ki, biraz böyük ədəd götürək. 421. 421-i son rəqəmini 5-ə vururam. Nə eləyir? 1-də son rəqəm. 1-i 5-ə vururam. 5. 5-i yerdə qalan ədədlə toplayıram. Və deyir, vurub qalan ədədlə toplayan. 42 qalıb da yerdə. 5-i 42 ilə topladım. Elədi 49. 49 7-yə bölünür. Deməli, 421 də 7-yə bölünür. Yox, burada bir dənə səhv elədim. Çünki 1-i 5-ə vuranda 5, üstünə 42 deyəndə 47 eləyir. Mən səhv hesabladım. 49 eləmir. 47 eləyir. Və 47 7-yə bölünmək üçün deməli 421 də 7-yə bölünmür. Düşündüm ki, 421 7-yə bölünmür. Axı necə belə oldu? 47.
47 eləyir və 7-yə bölünməsi üçün deməli bu ədəd 7-yə bölünmür. Bu qaydada. Amma məsələn burada 421 yox, nə olsaydı 5, 5-in üstünə nə gəlsəm 49-ya 44 düzdür. 441 olsaydı bu 7-yə bölünəsi idi, bəli. Tam bölünəsi idi. Çünki 1-i 5-ə vuranda 5, üstünə 44 gələndə 49 eləyəsiydi. 441 olsaydı eləyəcəkdi 44 topla 5, yəni 49. Bu da 7-yə tam bölündüyü üçün deməli 441 də 7-yə tam bölünən ədəddir. Bu qaydadan 7-yə bölünmə əlamətindən də danışdıq. İndi danışmaq istəyirəmsə nədən? 11-ə bölünmənin xüsusi bir əlaməti var, ondan danışmaq istəyirəm. Nədir bu əlamət? Məsələn, bir ədəd götürəm yenə də. ABCDYK ədədi götürək. Hər hansı bir ədəddir. Bu ədəddə həmişə sondan başlayaraq deyirəm, yenə də deyirəm, bu 6 rəqəmdə də davam edə bilər, 5 rəqəmdə də ola bilər, 4 rəqəmdə də ola bilər. Sadəcə eyni qayda tətbiq edirsiniz. Sondan başlayaraq müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi düzürsünüz. Sondan başlayaraq. Sonra götürürsünüz müsbətləri 1 hesablayırsınız. Müsbətlər hansılardır? B, D və K. Bunları bir toplayırsınız. Bundan çıxırsınız. Yerdə qalan mənfilər də bir toplayırsınız. A, C, Y. Bunları da bir toplayırsınız. Bunları bir-birindən çıxırsınız. Çıxandan sonra əgər bu fərq 11-ə bölünürsə, deməli bu ədədin özü də 11-ə bölünür. Deməli ədəd 11-ə bölünür. Tam bölünür. Yəni ABCDYK ədədini söhbət edir. Bölünür. Belə. Sonra keçdik nəyə? Qarşılıqlı sadə ədədlər anlayışına. Əvvəlcə onu danışım ki, bu onu demədim, 12-yə, 14-ə, 15-ə, 18-ə bölünməni demədim. Onları da bir dənə deyim. Deməli 12-yə bölünmə əlaməti var. 12-yə, məsələn tutaq 14-ə, məsələn 18-ə, məsələn 15-ə. Bunlar bölünməni axtarım, değil mi? Bunlara bölünmələri necə eləyəcəyik? Məsələn, mən necə bilim ki, mənə verilən ədəd 12-yə bölünürmü, bölünmürmü? 12 hansı ədədləri bir-birinə vuranda 12 eləyir, onu düşünəsən. 3-dən 4, 2-dən 6-nı da bir-birinə vuranda 12 eləyir. Amma mən burada 2-dən 6-nı götürməyəcəm. Niyə? Çünki mənim götürdüyüm ədədlər qarşılıqlı sadə ədədlər olmalıdır. Qarşılıqlı sadə ədədlər nədir? Yəni ortaq bölənləri 1 olan ədədlər. Məsələn, 3-dən 4-ün ikisinin ortaq böləni 1-dir. Onlar qarşılıqlı sadədir bir-biri ilə. Bir-biri ilə qarşılıqlı sadədir. Təş-təş sadə deyil, bir-biri ilə qarşılıqlı sadədir. 3-dən 4. Deməli 3-ə bölünmə və 4-ə bölünmə əlaməti ödənirsə, onda 12-yə bölünür həmin ədəd. Sonra 14. 14-ün hansı vurğuları var? 2 ilə 7 var. Onları götürəcəm. Çünki 2 ilə 7 bir-biri ilə qarşılıqlı sadədir həm də. Mütləq qarşılıqlı sadə olmalıdır, yadda saxlayın. Sonra 19 üçün 2 ilə 9-u götürəcəm. 3-dən 6 da var. Niyə onları götürmürəm? Çünki onlar qarşılıqlı sadə deyil axı. Onların ortaq bölənləri bir dənəsi də 3-dür. 3 də 3-ə bölünür, 6 da 3-ə bölünür. Amma 2 ilə 9 da ancaq 1-dir. Ortaq böləni 1-dir. Yəni qarşılıqlı sadə ədədlər olmalıdır. 15-də də götürürəm mən 3-dən 5-i. Bunların da ortaq bölənləri sadəcə olaraq 1-dir. Bu formada. Bu formada yəni qarşılıqlı sadə ədədlərdir. Yəni bu nə deməkdir? Həm 3-ə, həm 5-ə bölünmə əlaməti ödənirsə, deməli 15-ə bölünmə əlaməti də ödənir. Həm 2-yə, həm 9-a bölünmə əlaməti ödənirsə, deməli 18-ə bölünmə əlaməti də ödənir. Bu formada eləyəsiniz bu bölünmə əlamətlərini də bir ayrı yazmayaq. Belə. İndi bir misal da işləyək buna uyğun. Sonra keçərik. Bir misal da işləyək. Haydi Məsələn, bir misal işləyək. Məsələn, bizə verilib tutaq ki, bir ədəd. Bir xətt çəkək. Bu ədədin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini istəyir tutaq ki. Ədədinin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini tap. Deməli bizə deyir ki, ədədin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərini tap. Denəyəcəyik.
Ümumiyyətlə 6-ya bölünmə əlaməti necə idi? 6-ya bölünməsi üçün bölünməli idi 2-yə və 3-ə. Bir ədədin 2-yə bölünməsi üçün o cüt olmalıdır. Deməli, A burada ala bilər. Əvvəlcə 2-yə bölünmək üçün deyirəm. A burada ala bilər 0, 2, 4, 6, 8. Çünki A rəqəmdir. Onlar bir rəqəmlərdir. Hər biri 7 də üstə 2-də, bir də 6-da A-da və A 0-dan 8-ə qədər ədədlər ala bilər cüt olması üçün. Amma həm də biz nəzərə almalıyıq ki, 3-ə də bölünmə ödənməlidir axı burada. Burada rəqəmlərin cəmi nə eləyir? 7-də qalan yer rəqəmlərin cəmi 7, 3, 2, 1, 6. Bunları cəmləyirəm. Eləyir 12, o da 7. Yəni 19. 19. İndi bunların hansını 19-la toplayanda 3-ə bölünürsə, deməli ancaq onlar götürürəm. Məsələn 0-dan 19-u toplayanda 19. Bu getdi. Bunu götürə bilmərəm. 2 ilə 19 götürəndə 21 götürürəm. 4 ilə 19 23 götürə bilmərəm. 6 ilə 25 3-ə bölünmür götürə bilmərəm. 8 ilə 27 götürə bilərəm. Deməli ancaq 2 və 8. Ancaq A ola bilər burada 2, A ola bilər 8. Çünki qalanları götürəndə 3-ə bölünmə ödənmir. Axı rəqəmlərinin cəmi hamısı birlikdə, A-la birlikdə 19 ilə A birlikdə 3-ə bölünməlidir ki, o ədəd özü 3-ə bölünsün. Olur 2 və 8. Bizə deyir ki, bu ədədlərin cəmini mümkün qiymətlərini tapdı yazmışam. Aha. Mümkün qiymətlərdə 2 və 8. Cəmini soruşsa 10, hasilini soruşsa 16 və s. Belə. İndi danışmaq istəyirəm sizə qalıqlı bölmə anlayışını. Nədir qalıqlı bölmə? Demək, yazaq qalıqlı bölmə. Qalıqlı bölmə. Qalıqlı bölmə nədir ümumiyyətlə? Bax, bölən, bir bölünəndə, sonra böləndir. Sonra burada nə var? Natamam qismət. Bax, natamam qismət. Qismət, amma natamamdır, çünki qalıqlıdır. Və burada sona nə qalır? Qalıq. Qalıq. Buna bir A deyək, buna bir B deyək, buna bir C deyək, buna da bir Q qalıq olduğu üçün Q hərfləri işarə eləyək. Onda biz belə çıxır ki, bölünəni tapanda, yəni A-nı tapanda, natamam qisməti bölənə vurub, B-yi C-yə vurub, üstünə qalıq gəlməliyik. Bax, bu bizim qalıqlı bölmənin düsturudur. Yəni, bölünəni tapmaq üçün həmişə natamam qisməti bölənə vurub, üstünə qalıq gəlməliyik. Məsələn, tutaq ki, bir 27-ni tutaq ki, mən götürürəm, bölürəm 8-ə. Tam bölünməyəcək, qalıq qalacaq. 27-ni 8-ə böləndə neçə dəfə düşəcək? 4 dəfə, daha doğrusu 3 dəfə. 3 dəfə 8-im eləyəcək 24, qalığım qalacaq 3. Onda bu nə olur? Bu bölünəndir. Bu nədir? Bölən. Bu nədir? Natamam qismət. Bu nədir? Qalıq. Tutaq ki, bunu bilmirəm mən. X-dir bu. 27-ni bilmirəm də. X tapmaq üçün mən nə etməliyəm? 3-ü 8-ə vurub, üstünə qalığı gəlməliyəm də. Yəni, B-ni C-yə vurub, yəni natamam qisməti bölünə vurub, üstünə qalığı gəlməliyəm ki, bölünəni tapım. Bu formada. Onca bizim bu düsturumuzu yazdıq, yəni. Belə. Bir də yada saxlayın ki, həmişə qalıq, bu qalıq böləndən kiçik olmalıdır. Qalıq kiçikdir bölən. Qalıq həmişə böləndən kiçik olmalıdır və yada saxlayın ki, qalıq mənfi olmur. Mənfi qalıq olmur. Qalıq mənfi olmur. Belə. Sonra keçdik növbəti bir qaydaya. Tutaq ki, bizə deyir ki, bir sual yazaq. Sonra qaydaya keçək. Məsələn, bir dənə sual yazıram. Yazıram 7, 2, 19 vurulsun 35.274 üstünün kvadratı bölüyoruz 3. Belə bir ədəd verib. Tutaq ki, deyir bu ədədin 4-ə bölünməsindən alınan qalığı tap. Yada saxlayın ki, həmişə bu tip suallarda
içində nə qədər ifadə varsa, hər birinin 4-ə bölünməsindən alınan qalığı tapmalıyam, nə qədər ədəd varsa. Məsələn, bax bu ədəd. Bunun 4-ə bölünməsindən alınan qalıq nədir? 4-ə bölünmə əlaməti nə idi? Son 2 rəqəmi 4-ə bölünən ədədlər. Bu son 2 rəqəm 19-dur, 4-ə bölünmür. Amma 16 olsaydı bölünərdi. Deməli, burada qalıq 3-dür. Qalıq 3-dür burada. Bunun son 2 rəqəmi nədir? Yəni, bu 7219 götürüb 19-u 4-ə bölməyə ehtiyac yoxdur kənarda. Son 3 rəqəm 4-ə bölünə bilərdi. Nə vaxt 16 olsaydı. Biz demişik axı son 3 rəqəmlərin gətirdiyi ədəd 4-ə bölünürsə 4-ə bölünür. Amma 19-dur. Deməli, 3 dənə burada artıqdır. 3 qalıqdır burada. 74. 74 4-ə bölünürmü? Tam. Bölünmür. Amma nə olsaydı 4-ə bölünərdi? 72 olsaydı tam bölünərdi. Deməli, burada da qalıq 2-dir. Burada qalıq 2-dir. Olacaq 3 vur 2. Üstünün kvadratı plus 3. Bunu hesablayıram. 3 vur 2 36. 3 vur 2 6. 6'ın kvadratı 36. 36 plus 3 39. 39'u götürürəm. 4'ə bölürəm. Buna 4'ə bölünməsindən alınan qalıq isə 9 düşür. Düzdürmü? 36 qalıq deyilir 3. Məsələn. Deməli cavabımız olur 3. Cavab oldu 3. Keçdik. Gələk başlayaq sadə və mürəkkəb ədədlər anlayışına. Görək nədir bu sadə ədədlər, nədir mürəkkəb ədədlər? Başlayaq, yazaq sadə və mürəkkəb ədədlər. Demək, yalnız birə və özünə bölünən ədədlər sadə ədədlərdir. 2-dən çox bölünən olan ədədlər mürəkkəb ədədlərdir. Yadda saxlayaq ki, 1 nə sadə, nə də mürəkkəb deyil. Nə də mürəkkəb deyil. Nə sadə ədəd deyil, nə də mürəkkəb ədəd deyil. 1. Sonra yadda saxlayın ki, sadə ədədləri bir-birinə vuranda yazıram, bax, sadə vur sadə. Yəni, sadə ədədləri bir-birinə vuranda eləyir mürəkkəb ədəd. Sadə ədədləri cəmləyəndə isə sadə ədəd ola bilər, mürəkkəb də ola bilər. Amma sadəni sadəyə vuranda həmişə mürəkkəb eləyir. Məsələn, 2 dənə sadə ədəd götürək. Yalnız birə və özünə bölünən ədədlər hansılardır? Məsələn, 3 götürək, 7 götürək. Bunları bir-birinə vuranda eləyəcək 21. 21 mürəkkəbdir. Mütləq şəkildə mürəkkəb olmalıdır. Axı 21 başqa 3-ə 7-yə, əgər 3-dən 7-yə bir-birinə vuranda 21 alınıbsa, 21 deməli 3-ə də 7-yə bölünür də qayıdıb. Deməli, yalnız birə və özünə bölünməz ki, başqa bölünənlər də oldu. Mütləq şəkildə mürəkkəb olmalıdır. Amma sadə ilə sadəni toplayanda sadə ola bilər, mürəkkəb də ola bilər. Məsələn, mən sadə ilə sadəni toplayıram. 2 də sadədir, 3 də sadədir. Mən bunları toplayıram, edir 5. Yenə sadə oldu da. Amma məsələn, 3 də sadədir, 5 də sadədir. Toplayıram, edir 8, mürəkkəb oldu. Yəni, sadə də ola bilər, mürəkkəb də ola bilər. Yenə deyirəm, sadə ədədlər o ədədlərdir ki, ancaq birə bölünsün, bir də özünə bölünsün. Məsələn, 2 də sadə ədəddir. Yeganə cüt ədəddir ki, 2 sadədir. Çünki ancaq birə və özünə bölünür. Məsələn, 9 tək ədəddir, amma mürəkkəbdir. Niyə? Çünki 9 1-ə bölünür, 3-ə bölünür, 9-a bölünür. 2-dən çox oldu böləni, 3 dənə böləni oldu. Ona görə mürəkkəbdir. Belə. Sonra, məsələn, bizə bir ədəd verib, biz onun sadə yoxsa mürəkkəb olduğunu hardan biləcəyik? Tutaq ki, biz biraz bir böyük ədəd verib də. Deyək 179 verib bizə. Məsəl üçün. Mən deyir ki, bu ədəd sadədir yoxsa mürəkkəb? Mən durub fikirləşim ki, bu nəyə bölünür görəsən. Bunu fikirləşməkdənsə, bunu salıram kök altına. Buradan təxminən 13 çıxır. Çünki 169-un 13-ün kvadratı 169 eləyir axı. 14-üncü də 196 eləyir. Deməli, burada 179, 13 tam nəsə çıxır da. Təxmini 13 çıxır. Təxmini. Buradan 13 tam çıxır. Təxminən 13 tam çıxır. Onda 13-ə qədərki sadə ədədlər hansılardır? Bax, 13-ə qədər olan sadə ədədləri yazıram. 2-dir, 3-dür, 5-dir, 7-dir, 9-dur, 11-dir, 13-dür. Əgər 179 bunlardan hansısa birinə bölünsə, bunlardan 179 bunlardan
Deməli 179 bunlardan hansısa birinə bölünsə, mürəkkəbdir. Heç birinə bölünməsə də sadə. Bölünməsə sadə. Ədədin sadə mürəkkəb olduğunu belə bilirik. Deməli, təxmini kök alırıq və o kökə qədər olan sadə ədədlərin hamısını yazırıq. Kökün özü daxil olmaq şərti ilə. Hamısını yazırıq. Çünki o kök özü axı 13 tam deyil, 13 tam nəsədir də, 13 tam tutaq 1 və s. O kökə qədər olan sadə ədədləri yazırıq. Və bu sadə ədədləri 179-u götürüb bu sadə ədədlərə bölməyi yoxlayırsa, əgər hansısa tam bölünürsə, deməli mürəkkəbdir. Bölünməsə sadədir. Bu formada. Videomuz bu qədər. Çox uzun eləmədim. 1 saatdan çox eləmədim. Çox yorucu olmasın. Bu günlük bunları izah elədik. Gələn dəfə natural ədədlər dərsinin davamı olacaq. Qarşılıqlı sadə ədədlər, sadə və qura ayrılma, əbov, əçov, bunlardan danışacağıq. Sonra sadə bölən sayı, natural bölən sayı, tam bölən sayı və s. burada çoxdur anlayışlar. Və bununla bərabər bir sıra qaydalar, bir sıra düsturlar olacaq. Mütləq ikinci partda izləyin. Hələlik hər kəsə uğurlar.